Cəlilabad rayonunda 21 yaşlı gənc suvarma hovuzunda boğulub. Hadisə rayon mərkəzində yerləşən meyvə bağı ərazisində baş verib. Rayon sakini Mahmudlu Kənan sərinləmək üçün paltarını soyunaraq suvarma hovuzuna daxil olub. Hovuzun dərin olduğu və gəncin burada boğulduğu ehtimal edilir. Kənanın geri qayıtmadığını görən iş yoldaşları onu bağ ərazisində axtarsalar da tapa bilməyiblər. Bundan sonra Kənanın hovuzda boğula biləcəyini ehtimal edən şəxslər xilasedicilərə məlumat veriblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hovuzdakı suyu boşaltdıqdan sonra gəncin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.